Hər nazir öz dövrünü söyləyəcək. Hamısı Moskvadan idarə olunurdu. Söndür onu. Bir güllə iki dovşan vurdular da belə deyək. 9 dənə dovşan. Prezident məndən soruşdu ki, buna çox mazandıranla danışır. Onu deməzlər. Есть вещи, которые надо унести с собой в могилу. İndi bilmirəm, mən sizin sualınıza cavab verdim yoxsa yox? Çox diplomatik. Toplar danışanda diplomatlar susurlar. Nikol Paşinyan mövqeyini tam dəyişir və cənab prezidentə belə bir ritorik sual da verir. Siz istəyirsiniz ki, məni öldürsünlər. Kardeşler Nazir'e hoş geldiniz. Müsahiblərindən biri cavab vermişdi ki, Həsəd Aparmaoğlu Ceyhun Bayramov qələbənin naziridir. Böyük xoşbəxtçilik ümumilikdə bütün xalqımız üçün, bütün insanlarımız üçün ümumilikdə bu günləri yaşamaq. Bir neçə nəsil Azərbaycan peşəkar diplomatları bu missiyanın öhdəsindən layiqincə gəliblər və şükürlər olsun ki, onun da nəticəsi hər birimiz görürük. İyul ayı 20-ci il ən gərgin durum, Tovuz döyüşləri və siz nazir təyin olunursunuz. Rəsmi İrəvanın, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin davranışı necə idi? Tovuz döyüşlərinin baş verdiyi bir ərəfədir. Ümumi mənzərəni, havada olan gərginliyi, Ermənistanın və Ermənistan rəhbərliyinin davranışı ilə çox ciddi bir məyusluğu və bunun səbəblərini başa düşmək üçün bir kiçik ekskurs etməyə də ehtiyac var. Çünki bunlar hamısı bir prosesin tərkib hissəsidir. Danışıqlar uzun müddət gedib və düşünək ki, danışıqların bəlli bir prosesində artıq burada keçmiş Ermənistan liderləri ilə nəsə bir real nəticəni əldə etməyi ehtimalı demək olar ki, 0 dərəcədə idi. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi bəlli bir ümidlər yaratdı. Bu yeni adamdır, bu keçmiş, bu komandanın tərkib hissəsi deyil. Keçmiş hərbi cinayətlərdən fərqli olaraq Azərbaycanlıların qanında əli bulaşmış bir insan deyil. Və may ayında Nikol Paşinyan hakimiyyətə gəldi və cənab prezidentin Nikol Paşinyanla ilk təması 28 sentyabr 2018-ci il tarixdə Duşanbədə oldu. MDB dövlət və hökumət başçıları samitində. Və orada belə öncədən planlaşdırılmamış cənab prezidentin qeyri-formal bir görüşü olmuşdu. Bu görüş bir saatını artıq çəkmişdi. Sual ola bilər ki, sən onda nazir olmamısan, sən bunları hardan bilirsən. Ancaq yenə deyirəm, bunlar hamısı zəncirlərdir və dəfələrlə mən bu müzakirələrdə, həm daxili müzakirələrdə, eyni zamanda cənab prezidentin xarici nümayəndə heyətləri ilə o cümlədən açıq və qapalı görüşlərində bu mövzunun üzərində durması və bunun səbəblərini və Azərbaycan tərəfindən atılan addımlar barədə verdiyi məlumatların şahidi olmuşam. Və cənab prezident həqiqətən də bunu bir mövcud bir şans kimi təqdim edirdi və öz tərəfindən bunun üçün bütün lazım addımların atılmasını da göstərirdi. Və həmin görüş zamanı cənab prezident Paşinyana müraciət edərək deyib ki, bu məsələni biz həll etməliyik. Yəni, bu belə daim davam edə bilməz, biz bunu qəbul etməyəcəyik və burada danışmaq olar, hər şeyə razılaşmaq olar, ancaq Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Nikol Paşinyanın ilkin reaksiyası olub kifayət qədər konstruktiv. Kifayət qədər konstruktiv olub, o deyib ki, mən yeni gəlmişəm, mənim üçün çətindir, mənə bəlli bir vaxt lazımdır və mən bu işi həll etmək üçün bütün addımları atacağam. Sadəcə olaraq mənim də bəlli bir çətinliyim var.
o cümlədən sərhəddə, təmas xəttində olan gərginlikdir. Burada snayper müharibəsi gedir və sizin tərəfinizdən o cümlədən kifayət qədər fəallıq var sərhəddə. Siz bunun qarşısını alsaz, siz də bu prosesdə xeyli mənə də kömək olar bununla bağlı olaraq. Cənab Prezident elə Duşanbədə olarkən bu barədə tapşırıq verir Müdafiə Nazirliyinə ki, bütün istiqamətlər üzrə tam sakitlik, tam sabitlik və hətta qarşı tərəfdən hər hansı bir atəşkəs pozuntusu olduğu hallarda, yəni buna dərhal qarşılıqlıq verilməsin. Nikol Paşinyanla razılıq əldə olunur ki, bir qaynar xətt ölkələr arasında formalaşır və Ermənistan tərəfindən müəyyən edilir Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vaniçan, Azərbaycan tərəfindən isə Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov. Və onların arasında 2018-ci ildə qaynar xətt formalaşır və belə bir pozuntu halları olan zaman, yəni onlar dərhal müdaxilə edirlər, bunun qarşısını alırlar. Nikol Paşinyan özü etiraf edir ki, bu müddət, bu dövr ən sabit, sərhəddə ən sakit olan bir dövrdür. Bu bir ümidlər yaradır. 2019-cu ilin mart ayının 29-unda artıq həmin məşhur Minsk qrupunun həmsədrlərin himayəsi altında Viyanada Cənab Prezidentin Ermənistan baş naziri ilə növbəti görüşü olur. Bu görüşdə, ilk görüşdən təxminən 6 ay sonra Nikol Paşinyan mövqeyini tam dəyişir. Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəm və hətta belə maraqlı bir argumentasiya da gətirir ki, mən bunu etsəm məni öldürərlər. Və Cənab Prezidentə belə bir ritorik sual da verir. Siz istəyirsiniz ki, məni öldürsünlər. Cənab Prezidentin də buna belə bir cavabı olur ki, mən ümumiyyətlə heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalma anlamına gələ bilməz. Heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz öz torpaqlarımızı azad edəcəyik. Biz 2018-20-ci illərdə hərbi və siyasi Ermənistan tərəfindən etdiyi təxribatları barədə kifayət qədər geniş bir sənəd hazırlamışdıq. Və müharibə ərəfəsində, müharibə gedən günlərdə bütün görüşlərimizdə biz onu hətta xarici diplomatlarla, tərəf müqabilləri ilə bölüşürdük. 29 mart tarixində Viyana görüşü, 30 mart tarixində Ermənistanın həmin zaman olan müdafiə naziri Tonayan Amerikada erməni diaspora ilə görüşü ilə məşhur ifadəsini istifadə edir. Ես որպես պաշտպանության նախարար ասում եմ, այդ ձևաչափը տարածքներ խաղաղության դիմաց։ Ես այսօր վերաձևակերպել եմ, մենք հակառակն ենք անում։ Նոր պատերազմ, նոր տարածքներ։ Yeni müharibə, yeni ərazilər üzrə. Yəni artıq danışıqlar o prinsiplərdən ki, biz hansısa ərazini güzəşt edirik, status və yaxud da ki, istənilən digər güzəşt müqabilində bu olmayacaq. Avqust ayının 5-də artıq 2019-cu ildə Xankəndidə Nikol Paşinyan o məşhur Qarabağ Ermənistandır və nöqtə ifadəsini elan edir, işlədir. Ayın 6-sından 17-sinə kimi Qarabağda ilk dəfə olaraq tarixdə pan-erməni oyunları keçirilir və baş nazir də həmin o oyunlarda, açılışda və sair oyunlarda iştirak edir. Bu növbəti qırmızı çizginin keçirilməsidir. 2020-ci ilin 10 iyul tarixində Ermənistanın yeni milli təhlükəsizlik konsepsiyası açıqlanır və yeni milli təhlükəsizlik konsepsiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinin möhkəmləndirilməsi Ermənistanın milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi elan olunur. Daha sonra 12-16 iyul 2020-ci il Tovuz istiqamətində olan təxribatlar və bundan dərhal sonra Ermənistan tərəfinin nümayişkar şəkildə həmin o təxribatda iştirak edən hərbçilərin mükafatlandırılması, o cümlədən General Polad Həşimovun qətlində iştirak edən hərbçilərin nümayişkar şəklində təltif edilmələri və 23 iyul tarixində baş nazir danışıqlar prosesinə dair
7 əlavə şərti irəli sürür. O 7 əlavə şərtin hamısı qəbul edilməz idi. Təbii ki, yalnız onlardan birini mən xatırlatmaq istərdim ki, Azərbaycan ümumilikdə bu mövzunu danışmaq istəyirsə, müzakirə etmək istəyirsə, onu Ermənistanla deyil, dırnaqarası Dağlıq Qarabağlı danışıqlar aparmalıdır. Yəni, bu digər sözlə nə deməkdir? Bu deməkdir ki, 10 illiklər ərzində formalaşmış bir danışıqlar prosesini darmadağın etmək. Həmin dövrün məqamı ondan ibarət idi ki, bu gərginlik bu havada idi. Bu bilinirdi ki, bu yalnız vaxt və zaman məsələsidir. Bütün digər üsullar tükənib. Təhribata əl atdı, şuurlu şəkildə. Qələt eləmirsən, təhribat törətmirsən, cinayət törətmirsən. Cavab ver buna. Cavab ver. Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatını həyata keçirməyə başladı və mən əminəm ki, elə həmin andan da Azərbaycan diplomatiyasına hücum başladı. Biz bu 44 günün bir müddət olaraq götürsək, bu da dinamikada olan bir prosesdir. İlk günlər, təzyiqlər, müraciətlər nisbətən daha təmkinli idi. Çünki ilk günlər hər kəs də düşünürdü ki, bu növbəti təmas xəttində olan bir atəşkəs pozuntusu olacaq və bir neçə gün ərzində bunu yenidən də sakitləşdirmək mümkün olacaq. Ancaq vaxt getdikcə və xüsusi olaraq Azərbaycan ordusunun uğurları artdıqca bu bir həndəsi proqressiya olaraq bütün güclərin bu prosesə qoşulması, Azərbaycana olan diplomatik, siyasi təzyiqlərin artmasının biz şahid edik. Təbii ki, onda proses üzərində oturmuş bir sistem var idi. Bu Minsk qrupu və onun həmsədrləri institutu, əsas Minsk qrupunun həmsədrləri institutu uzun illər ərzində bu proses üzərində Rusiya, Amerika, Fransa bu üç ölkənin bir monopoliyası var idi və heç kimin dünyada bir iddiası da yoxdur ki, mən bu işlə məşğulum. Ona görə 1 oktyabr tarixində məhz bu üç ölkənin prezidentlərinin də birgə açıqlaması bəyanatı oldu. Atəşkəsin elan edilməsi, hərbi əməliyyatların dayandırılması və Minsk qrupu himayəsi altında danışıqlara başlamaq. Ondan sonra çox cəhdlər oldu. Yəni burada telefon diplomatiyası, danışıqların təşkil edilməsi, hər həmsədr ölkə bir dəfə bu cəhdi etdi, bir dəfə ev sahibliyi buna etdi. Bu Moskva danışıqları 9-10 oktyabr tarixində, 23-25 oktyabr tarixində Vaşinqton danışıqları və 30 oktyabr tarixində düzdür Cenevrədə, ancaq Fransanın daimi nümayəndəliyində keçirilən 3-cü danışıqlar da orada baş verdi. Bizə təbii ki, verilən vədlər ki, biz başa düşürük vəziyyət gərgindir, hər şey fərqli olacaq, biz çox fəal şəkildə bunu edəcəyik, qısa müddət ərzində bunu həll etmək mümkün olacaq. Nədənsə 30 il ərzində bunu həll etmək mümkün deyil idi. Ancaq indi isə bizə vədlər verilirdi ki, siz dayanın, durun və indi danışıqlar tamamilə fərqli bir formatda həyata keçiriləcək. Riskləri çox idi. Çünki burada müxtəlif ölkələr, müxtəlif liderlər fərqli bir taktikalardan istifadə edirlər. Kimlərsə sırf diplomatik təzyiq bu dayanmalıdır. Kimlərsə məsələni daşıyırlar beynəlxalq təşkilatlara. Bəzi liderlər də var idi ki, açıq telefon zəngləri vasitəsilə təhdidlər edirdilər. Fransa prezidenti çox saylı telefon zəngləri etmişdi ki, siz dərhal dayanmalısınız. Bu baş verməsə, biz Fransa olaraq Dağlıq Qarabağı tanıyacağıq. Dərhal cavab almışdı cənab prezidentdən ki, siz bunu edə bilərsiniz, bizim üçün o heç nəyə dəyişməyəcək. Siz də əmin ola bilərsiniz ki, dərhal Azərbaycan-Fransa ilə bütün diplomatik münasibətləri kəsəcək. 44 günlük Vətən müharibəsi zamanı, sonradan 2000-ci, 2023-cü ilə kimi çox saylı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına məsələni daşımaq cəhdləri oldu və məsələ daşındı. Bu çox təhlükəli ssenaridir. Təhlükəsizlik Şurasına hər hansı bir yeni qərar qəbul olunsaydı, o Azərbaycanın deyək ki, güc tətbiq etməsini qınasaydı, bu belə çıxır ki, 30 il ərzində görülən işin üzərindən bir xətt çəkilə bilərdi. Yeni tamamilə fərqli bir
vəziyyət yarana bilərdi və ona görə diplomatiyamızın prioritetlərindən biri ondan ibarətdir ki, heç bir yolla buna imkan verməmək. Həmin zaman əsas rol oynayan Minsk qrupunun həmsədrləri idi və bütün danışıqlar onların himayəsi altında gedirdi və bu müddət ərzində 3 dəfə həmsədr ölkələri tərəfindən danışıqlar təşkil edildi. Onların hər birinin fərqli cəhətləri var. Gərginlik baxımından Yəqin ki, Moskva. Moskva görüşü digərlərindən fərqlənirdi. Nə qədər ağır vəziyyət olursa olsun, hətta ağır vəziyyətə də hardasa sən öyrəşirsən. Təzyiqə də artıq öyrəşirsən. Baxmayaraq ki, təzyiq arta-arta davam edirdi. Cənab Prezident müharibə zamanı heç kimə zəng eləmirdi. Heç bir liderə, Ermənistan baş nazirindən fərqli olaraq və Rusiya prezidenti ilə ilk telefon danışığı oldu 7 oktyabr tarixində. Cənab Prezident zəng etdi. Və bunun səbəbi ondan ibarət ki, 7 oktyabr tarixi Rusiya prezidentinin ad günüdür. Və artıq prezidentlər arasında uzun illər ərzində belə bir ənənə var. Dekabr ayında prezident Putin cənab prezidenti hər zaman təbrik edir. 7-sində ilk təmas olandan sonra ayın 8-də artıq birlə təmas oldu və təbii ki, bu mövzuya toxunmamaq mümkün deyildi belə bir məqamda, hətta ad günü mövzusu olandan sonra. Ancaq görsənən odur ki, prezident Putin də hardasa bu iki mövzunu görünür ki, ayırmaq baxımından 8-də xüsusi olaraq bu mövzu ilə bağlı artıq birinci təmas olandan sonra o zəng edib liderlər arasında belə bir danışıq oldu. Rusiya tərəfi israrlı şəkildə belə bir danışıqların keçirilməsi burada bir nəticənin hasil etməyinin vacibliyini qeyd edərək bunu təklif etdi. Ayın 8-də biz Cenevrada olarkən Bakıdan əlaqə saxlandı ki, cənab prezident danışmaq istəyir, onun təlimatları olacaq. Və cənab prezident telefon danışığında dedi ki, belə bir razılıq əldə olunub. Sabah 9-da Moskvada bu mövzunun müzakirəsi ilə bağlı görüş keçirilməlidir. Ona görə sən və nazir müavini uçun Moskvaya, həmin o görüşlərdə təbii ki, öz təlimatlarını da verdi. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, həmin dövrlərdən artıq 5 il keçib, yəqin ki, bəzi məqamları açmağın zamanıdır. Rusiya Xaricilər Naziri Lavrov tərəflərə bir sənəd təqdim etdi. Artıq qərarın ilkin layihəsi, belə bir ki, təklif olunan bir variant təklif edildi. Götürdük sənədi, baxdıq və gördük ki, uzun sənəd deyildi. Cəmi bir neçə maddədən ibarət. Onu 9-dan 10-da keçingidə saat 00-dan etibarən bütün deməli hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülh məramlı qüvvələri ilə Azərbaycan ordusu dayanır. Təmas xəttinin qərb istiqamətində erməni silahlı qüvvələri ilə yenə də Rusiya sülh məramlı qüvvələrinin deməli dayanması. Artıq təklif olunan sənəddə 9-u tarixində atəşkəs elan olunan kimi dərhal heç bir əlavə şərtlər razılaşmadan, o cümlədən erməni hərbiçiləri orada qalmaqla, heç bir ərazilər boşalmadan artıq həm şərq tərəfindən, həm qərb tərəfindən Rusiya sülh məramlarının yerləşdirilməsi. Təsəvvür edirsiniz də, 9 oktyabr tarixi biz hardayıq, vəziyyət nə yerdədir və artıq həm şərqdən, həm qərbdən Rusiya sülh məramlarını gəlib orada yerləşdirməsi bu deməkdir ki, artıq bütün məsələnin tam dondurulması və bundan sonra aydındır ki, heç də baş verə bilməz. Cənab prezidentdən tamamilə fərqli bir təlimatlarımız var idi bizim. Biz öz mövqeyimizdən çıxış edərək ümumilikdə fərqli bir məsələlərin qaldırılması, biz Ermənistan tərəfi ilə danışmağa hazırıq. Ermənistan tərəfi cədvəli təqdim etsin, nə vaxt çıxmağı planlaşdırırlar. Bu sənədə Ermənistan tərəfi, onların naziri Nasakanyan da hardasa öz narazılığını ifadə etməyə başladı ki, ancaq bu belə olmamalıdır. Deməli, Azərbaycan tərəfi çəkilməlidir 27
sentyabr tarixinə olan vəziyyətə. Çünki biz təzyiq altında danışıqlar aparmayacağıq. Ümumilikdə Azərbaycan burada beynəlxalq hüququ pozub, Azərbaycan güc tətbiq edib. Təbii ki, bu mövzuların cavabları asan idi. Biz onun hər şey necə olub və onlar ərazilər necə işğal ediblər, onun yadına salındı. Və sanki bu iki mövqe arasında Rusiyanın mövqeyi daha neytral ki, yox, indi çəkilməyə ehtiyacı yoxdur, siz olduğunuz yerdə qalın. Ancaq Rusiya sülh məramları da burada sizinlə birlikdə və bərabər olmalılar və bir sıra digər, təbii ki, bunu əks edən məqamlar, hərbi əsirlərin dəyişdirilməsi, həlak olan, öldürülən şəxslərin cəsədlərinin çıxarılması və bir sıra digər məqamlar. Bu danışıqlar bir neçə saat çəkdi və heç bir tərpəniş yox idi mövqelərdən. Rusiya tərəfi də çox israrla bunu davam edirdi və bəlli bir məqamda Lavrov belə bir fəndən istifadə etdi. Dedi ki, siz Cenevrədən gəlirsiniz. Ola bilsin ki, sizin son inkişaflar barədə tam məlumatlı deyilsiniz. Mən tam məlumatlıyam. Məndə bütün qeydlər var və s. Liderlərin dünyanın danışığı olub. Sizin yanaşmanız isə bir qədər belə qeyri-konstruktivdir və bu yaxşı bir təklifdir. Biz dedik ki, baxın, yəni bizim konkret mövqeyimiz var. Ancaq biz başa düşürük ki, burada bir fasilə edib əlavə təlimatlar almağa da ehtiyac var. Onlar bunu dəstəklədilər, fasilə elan edildi və bizə təklif olundu ki, qonşu otaqda sizin üçün yer ayrılıb, siz orada gedib məsləhətləşə bilərsiniz, Bakı ilə də əlaqə saxlaya bilərsiniz. Biz təşəkkür etdik və dedik ki, bizim səfirliyimiz uzaqda deyil, biz öz səfirliyimizə gedib, yəni bir saatdan sonra geri dönərik və biz danışığa uyğun olaraq getdik səfirliyimizə. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan nümayəndə heyəti heç yerə getmədi, elə qaldı orada. Çünki onlar dedilər ki, onların da öz paytaxtları ilə danışmaq ehtiyacları var. Biz gəldik səfirliyə, Bakı ilə əlaqəyə çıxdı, xüsusi rabitə kanalları ilə. Təbii ki, cənab prezident bir daha öz bütün təlimatlarını təkrarladı. Hansı arqumentlərdən istifadə etmək lazımdır, onları da bizə bir-bir hamısını qeyd etdi və biz geri döndük danışıqlara. Biz ora gələndə bütün Rusiya mediası, xarici media, amma orada götürüb xəbər gözləyir. Bunların ilkin gözləntisi ondan ibarətdir ki, atəşkəs artıq saat 00-da, gecə saat 12-də elan ediləcək. İrəliləyiş yoxdur. Mən onu qeyd edim ki, danışıqlar gedən zaman Lavrova bir neçə dəfə prezident Putin zəng etdi. Prezident Putin zəng edəndə Lavrov çıxırdı təbii ki. Müdafiə naziri Şoyqu zəng edəndə Şoyqu ilə elə həmin o otaqdan bizim yanımızdan danışırdı. Danışıqlar təbii ki, saat 12-dən də keçdi, getdi və 12-dən sonra da bu zənglər davam edirdi. Hamı üçün aydın oldu ki, yəni bəlli bir mövqe var, biz bu mövqedən geri çəkilə bilməli və geri çəkilməyəcəyik. Biz təklif etdik, biz dedik ki, bu günləri nəticə hasil edilmirsə, problem deyil. Biz bugün danışıqları saxlayaq, sabahları davam edə bilərik. Bu bir o qədər ciddi məsələdir ki, biz burada nə qədər lazımdır danışıq aparmağa hazırıq. Nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi. Mən bir məqamı da qeyd edim. Biz orada olarkən ayın 9-u Hadrutun azad olması barədə xəbər çıxdı. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim. Hadrut qəsəbəsi. Artıq danışıqlar gedirdi. Danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı. Dedi ki, çünki mən danışıqlar aparıram, yəni telefon yoxlama imkanım yox idi. Dedi ki, cənab prezidentin Azərbaycan xalqına müraciəti olub, Hadrut azad olunub. Və təxminən ondan bir 10-15 dəqiqə sonra biz erməni nümayəndə heyətində də bir təşviş gördük. Bir təşviş gördük və belə nəzərə çarpan bir məyusluq hiss olundu. Yəni, təbii ki, o məlumat onlara da çatdı. Bu da həmin günün maraqlı bir məqamı idi. Dediniz onu danışıqlarda həmin an ki, Hadrut da azad olunub, yoxsa o diplomatik baxımdan uyğun deyil? Bəli. Onu biz argumentasiya zamanı edirdik. Çünki Natsakanyan orada istifadə edərkən
arqumentlərdən ki, 5 üstəgəl 2 və s. Biz deyirdik ki, baxın da 5 üstəgəl 2 formulu ümumilikdə işləmir. Çünki artıq Cəbrayıl azad olunub, Hadrut azad olunub. O çalışırdı özünü belə arxayın aparsın. Bu hələ heç nə demək deyil. Yaxın günlərdə siz fərqli bir xəbərlər eşidəcəksiniz. Yəni belə bir arqumentlərdən də istifadə etməyə çalışırdı. Çox gərgin gedirdi danışıqlar və nəticə etibarı ilə artıq səhər saatlarına yaxın bir sənəd üzərinə çıxdıq. Yəqin ki, çoxlarının yadında deyil. Ancaq o prizmadan Azərbaycan maraqlarını hesab edirəm ki, tam qane edən bir sənəddir. Birincisi, orada ateşkəs yalnız humanitar ateşkəs adlandırıldı. Стороны согласились о ниже следующих шагах. Первое. Объявляется о прекращении огня с 12 часов 0 минут 10 октября 2020 года в гуманитарных целях для обмена военнопленными и другими удерживаемыми лицами и телами погибших при посредничестве и в соответствии с критериями Международного комитета Красного Креста. Yəni söhbət tam ateşkəsdən getmirdi. Humanitar ateşkəs və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin iştirakı ilə hərbi əsirlərin mübadiləsi üçün və cəsədlərin yığılması üçün döyüş meydanından. İkinci bir məsələ heç bir sülh məramlı, heç bir üçüncü tərəfin orada təmsilçisindən söhbət getmirdi və bu argumentasiyada Lavrov istifadə etdi ki, yaxşı siz bunu deyirsiniz, bəs necə bu təmin etmək olar, necə buna nəzarət etmək olar və maraqlı məqam ondan ibarət ki, Cənab Prezident demişdi ki, belə bir argumentdən istifadə etsələr, deyirsiniz ki, həmsədr ölkələri hamısı, kosmik ölkələrdə hamısının peykləri var. Peyklərdən onsuz da baxırlar, nəzarət etsinlər, görərlər də kim nəyi pozub. Eyni argumentlərdən biz orada istifadə etdik. İndi onlar ona nə qədər məhz o argument işlədi. Ancaq yəni bu da danışıqlar prosesinin yadda qalan məqamlarından biri idi. Paralel olaraq Minsk qrupu himayəsi altında danışıqların bərpa edilməsi, həyata keçirilməsi və çox vacib bir məqam da orada qeyd olundu. Yenə deyirəm, bugünkü reallıq baxımından bunun heç bir əhəmiyyəti yoxdur. Ancaq onda o vacib idi. Danışıqlar formatının dəyişməz qalması. Yəni o Azərbaycan tərəfinin israrı ilə ora salınmışdı. Nəyə görə? Çünki müharibədən öncə Ermənistan demişdi ki, Azərbaycan danışmaq istəyirsə, bu məsələni həll etmək istəyirsə, qoy onda separatçılarla danışsın. Biz deyilik. Və danışıqlar formatının dəyişməz qalması bu deməkdir ki, Ermənistan bu mövqeyindən də geri çəkildi və özünün danışıqlar tərəfi, özünün bu prosesin başda duran tərəfi kimi qəbul etdi. Və artıq nəzərə alsaq bu səhər saatlarına kimi davam edirdi. Razılıq əldə olundu ki, ateşkəs saat 12:00 gündüz saat 12:00-dan elan ediləcək. Danışıqlar qurtaran kimi biz dərhal Bakıya uçduq. Saat 12-də artıq bu məlum faktdır. Ateşkəs elan olundu. Üstündən heç yarım saat keçməmiş. Ateşkəs pozuldu və hərbi əməliyyatlar davam edildi. Həmin o ateşkəsin üzərindən təxminən 13 saata yaxın olan bir dövrdən sonra 10-undan 11-nə keçən gecə saat 1 radələrində ilk dəfə olaraq raket hücumu oldu Gəncəyə və orada çoxsaylı mülki əhali qətlə yetirildi. Bundan sonra isə hərbi əməliyyatlar daha da şiddətləndi. Mən bir elementi də qeyd edim. Artıq Cenevrədə Fransa daimi nümayəndəliyində olan danışıqlar kontekstində 30 oktyabr, yəni ümumi vəziyyəti başa düşmək lazımdır. 30 oktyabr artıq hamı başa düşür ki, belə davam edərsə artıq bir neçə gün ərzində Azərbaycan tam ərazini azad etməyə nail olacaq. Yəni gündə yeni bir xəbərlər çıxır və yenə danışıqlar zamanı biz israrla deyirik ki, siz cədvəli verməlisiniz. Bunun başqa yolu yoxdur. Cədvəl təqdim olunmalıdır və Mnatsakanyan burada bir arqumentdən istifadə edir. Deyir ki, nəzəri olsa
bu nəzəri hələ müzakirələr aparır. Deyək ki, biz bu cədvəli təqdim edirik sizə. Siz də öz tərəfinizdən təqdim edə bilərsinizmi ki, siz keçmiş Gülüstan yaşayış məntəqəsi, keçmiş Şaumyan rayonunu, Sovet dövründə olan Şaumyan rayonunun ərazilərini nəzərdə tutur. Çünki Sovet zamanında Dağlıq Qarabağ Muxtar Vilayətinin bölgəsində deməli həmin ərazilər Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olub. Birinci Qarabağ müharibəsi zamanı yəni həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qalır və sonradan bütün bu müddət ərzində də bu artıq Gülüstan yaşayış məntəqəsi kimi olub. Mən öncədə başa düşmədim bu nəyə demək istəyir. Yəni təsəvvür 30 oktyabr tarixində bu deyir ki, biz deməli rayonların, Qarabağ ətrafı olan rayonların cədvəlini versək, siz onu bizə geri qaytara bilərsiniz. Bunlara qaytara bilərsiniz. O zaman mən özümə fikirləşdim ki, yox, bunlar təbii ki, çox qeyri-adekvat bir görüşləri və anlamı var və mən o məşhur lətifəni yada salıram. Ermənilərə futbolda qalib gəlmək olar, amma sübut eləmək mümkün deyil. Bu qədər belə qeyri-adekvat bir reaksiya var. Düzdür, o nə ilə nəticələndi, biz onu gördük. Ancaq yəni belə məqamlar adamın yadında qalır. Biz danışdıq Azərbaycana göstərilən təzyiqlərdən, amma Azərbaycana göstərilən dəstəkdən də təbii ki, danışmamaq günah olar da. Hansı dəstək göstərilirdi həmin dövrdə? Niyə görə Azərbaycanın bu dəstəyə ehtiyacı var idi? Kimlər idi? Hansı dövlətlər idi? Çox önəmli idi. Bizim üçün həmin dövr, həmin məqam nəinki hansı xüsusi bir dəstək, beynəlxalq hüquqa istinadın olunması, ölkələrin ərazi bütövlüyünə hörmətə istinadın olması artıq bu çox böyük bir məhkum idi bizim üçün. Biz hər belə bir sözü, hər belə bir cümləni biz ondan təbii ki, tuturduq. Bizim üçün bu önəmli idi. Qeyd etdiyim kimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2020-ci ilin oktyabr ayında aparılan müzakirələrdə onda çox fəal şəkildə biz qoşulmama hərəkatının üzv ölkələri ilə işlədik və xoşbəxtlikdən həmin məqam 15 üzvdən 7-si qoşulmama hərəkatının üzv ölkələri idi. Və onlar bizə dəstək oldular. Onlar bizə dəstək oldular. Bir neçə cəhdin qarşısı həmin ölkələrin müdaxiləsi nəticəsində keçdi və heç bir sənədin qəbul edilməsinə imkan verilmədi. Bir məqamı mən təbii ki, xüsusi vurğulamalıyam. Bu bütün digər ölkələrin dəstəyinə rəğmən biz onların hamısına minnətdarıq. Dəfələrlə bunu ifadə etmişik. Dəfələrlə özümüzün onlara qarşı olan ondan sonraki dövrdə dəstəyimizi ifadə etmişik. Müxtəlif proseslər vasitəsilə onların təşəbbüslərinə qoşulmaqla, onların namizədliklərinə dəstək verməklə, yəni heç nə unudulmuş. Təbii ki, Türkiyə Respublikasının, Türkiyə Cümhuriyyətinin rolu ilə istənilən digər ölkələrin mövqeyi, o cümlədən diplomatik müstəvidə bu tamamilə fərqli bir məfhumdur. Türkiyənin dəstəyi bir mənalı idi, qətiyyətli idi, bizim üçün ən dəyərli idi və burada bilirsiniz ki, hər ölkənin xarici siyasətini müəyyənləşdirən onun lideridir, ölkə başçısıdır və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın mütəmadi şəkildə Azərbaycanın yanında olması, Azərbaycanın haqq mövqeyini dəstəkləmək, onun verdiyi açıqlamalar, onun cənab prezidentlə mütəmadi danışıqları, hər danışığı bu dəstəyi bir daha ifadə etmək üçün istifadə edilməsi bu əvəz olunmaz idi. Bu sabah İlham Aliyev kardeşimle görüştük. Şu andaki gelişmeleri bizzat kendisinden dinledim. Elhamdülillah. Ve olumlu gelişmeleri kendisinden dinleyince de ayrıca mutlu oldum. Zafere inşallah yaklaşıyoruz. 44 gün ərzində Mövlud Çavuşoğlu 5 dəfə Azərbaycana səfər etdi. Elə bir səfərlər olub ki, 2 saata gəlib, 3 saata gəlib.
Gecə saat 12-də gəlib, yəni başqa 2 saat, 3 saat burada qalıb, saat 3-də, 4-də geri uçub. Söhbət ondan getmirdi ki, o bura gəlirdi və biz hansısa elə bir məqamı müzakirə edirdik, hansını ki, biz telefonla danışmaya bilmirdik. Yox, bu da dəstəyin bir ifadəsi idi, bir növü idi ki, Türkiyə Azərbaycanın yanındadır. Xarici İşlər Naziri gəldi, Azərbaycanda oldu, mesajları verdi və həmin günlər ərzində mən bir məqamı da qeyd etmək istəyirəm. Ola bilsin ki, Azərbaycan ictimaiyyəti bunu bilmir, mən bunu açıq şəkildə qeyd etməmişəm. Həmin günlər ərzində Ankaradan gedən bütün Türkiyənin səfirliklərinə bir mesaj var idi ki, Ankaradan gələn təlimat birbaşa Türkiyənin xarici səfirliklərinə, Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir. Yəni, Bakıdan nə təlimat gəlirsə, siz Ankaradan bunu yoxlamadan bu işləri görməlisiniz. Təbii ki, biz dövlət qaydaları, diplomatik etiket, bir dövlət mədəniyyəti, təbii ki, biz bunu etmirdik. Biz heç bir Türkiyə səfirliyinə birbaşa müraciət etmirdik. Sözümüzdə olanda Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə. Ancaq bu mesajın verilməsi, bu həqiqətən də dünya diplomatiyasında bənzəri olmayan bir faktdır və bu sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi və həmin o məqamda. Cənab Prezident mövqeyi formalaşdırmaq üçün bütün üsullardan istifadə edirdi. Azərbaycan cəmiyyətinə, Azərbaycan xalqına olan mütəmadi müraciətlər və o cümlədən demək olar ki, gündəlik əsasda dünya mediasında verən müsahibələrdə. Ola bilsin ki, prosesin içində olan insanlar ki, çünki bu bizim üçün daha aydın görsənirdi. Ancaq mən əminəm ki, kənardan həmin o çıxışlar təhlil olunsa və həmin 44 günün dinamikası kontekstində, orada insanlar, tədqiqatçılar çox maraqlı korrelyasiyanı görərlər. Orada heç bir söz elə-belə deyilməyib. Ümumi bir dəstxət var idi. Azərbaycan əraziləri azad edilməlidir, bizə cədvəl verilməlidir, erməni hərbçisi bizim torpağımızda qala bilməz, kifayət qədər sərt ifadələrlə ölkəmizdən onların izi tozu da itməlidir. Bunlar öz qaydasında. Ancaq bəzən deyək ki, bir çıxışda, intervyuda belə bir istinad gedirdisə, bəli, Azərbaycan ərazisində Türkiyə F-16'ları var. Onlar hərbi əməliyyatlarda iştirak etmirlər. Onlar, deyək ki, girdədilər. Ancaq lazım olarsa, həmin o F-16'ları kimsə buna müdaxilə etsə, onları göydə də görəcəklər. Mənə sual verilir ki, Türkiyənin F-16'ları nə gəzirsiniz? Mən cavab verməkdən yorulmuşam. Gedin açın da peykiniz var da, görmürsünüz nə qayırır. Gedin baxın da F-16 neyinir? Havadadır, yerdədir. Hər kəs bilir ki, yerdədir. Ödə təlimlər üçün gəlir və müharibə başlayanda qalıbdır. Türkiyə qardaşlarımız onları saxlayıblar bizə mənəvi dəstək vermək üçün. Bir də ki, əgər bizə qarşı kənardan agresiya olarsa, o F-16'ları görəcəklər onlar. Yəni, bu ifadə, kimsə bunu təhlil etsə ki, həmin günlər hansı təmaslar olub, bu o cümlədən hansısa cəhdlərə cavablar edir. Cəhdlər, bu elə-belə deyilən sözlər deyildi. Biz artıq gəlib çatdıq 44 günlük müharibənin, Vətən müharibəsinin son günlərinə. Ermənistanın kapitulyasiya aktı necə oldu, baş verdi? Çünki cəmiyyətdə bir elə böyük narahatlıq var idi o vertolyot vurulandan sonra Ermənistan kapitulyasiya aktını imzalayandan sonra Rusiya sülh məramları, xalq bayram eləyirdi, amma yenə də inan sona qədər ki, doğrudan mı bitdi deyə bir şey var idi. Ona görə bax, o kapitulyasiya aktının hazırlanması necə baş verdi, hansı proseslər oldu, necə razılaşmaya gəldilər? Təbii ki, artıq son günlər hər şey bu istiqamətdə gedirdi. Noyabrın 8-nə yaxın olan bir tarixlərdə Ermənistan artıq bizim şərtlərimizi qəbul etməyə hazır idi. Orada əsas qəbul olunmayan məqam Şuşa ilə bağlı idi. Cənab Prezidentin də mövqeyi tam sərt və qəti idi bununla bağlı olaraq və bütün danışıqlarda bu gedirdi ki, Şuşasız bu məsələ həll oluna bilməz.
Şuşa müzakirə mövzusu deyil. Ona görə artıq Azərbaycan xüsusi təyinatları Şuşaya daxil olarkən, çünki Şuşanın təmizlənməsi də 2 günə yaxın olan bir vaxt çəkdi. İrəli ancaq irəli dayanma. Sonradan Ermənistan hərbi birləşmələri bir geri alma cəhdi etdilər. Azərbaycan ictimaiyyəti bu barədə xəbərdardır. Ancaq artıq hər şey bu istiqamətə gedirdi və aydın idi ki, Şuşada azad olunandan sonra belə demək olarsa bu məqamda bir razılaşdırılmamış, açıq qalan böyük mənzərədən mən deyirəm, detallar olduqca çox idi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşanın azad olması xəbəri daxil olarkən, təbii ki, bu artıq yekun bir mərhələyə keçdi. Ayın 8-dən artıq çox intensiv təmaslar, 9-u səhər saatlarından başlayaraq gecə saatlarına kimi danışıqlar getdi. Və burada mən onu qeyd etmək istərdim ki, danışıqların gedişatı, detalları iki prezident birbaşa danışırdı. Prezident Putinlə cənab prezident birbaşa danışırdılar. Əsas məqamlar üzərində, ondan sonradan bu kağız üzərinə qoyulurdu. Bu artıq Xarici İşlər Nazirlikləri vasitəsilə edirdi. Onlar təqdim olunurdu prezidentlərin nəzərinə, baxırdılar, növbəti telefon danışığı. Həmin gün ərzində çox sayılı telefon danışıqları həyata keçirildi. Bu günləri 2025-ci ilin baxışından, prizmasından bir məsələdir. 2020-ci ilin 8-i, 9-u noyabr tarixləri tamamilə fərqli bir mənzərədir. Mən məqamları qeyd edim. O məqamlar ki, hansılar ki, cənab prezident israrla danışıqlar nəticəsində ora salınmasına nail oldu. Birinci və ən əsas 3 rayonla bağlı Kəlbəcər, Laçın, Ağdam konkret olaraq çıxma tarixləri. İkinci məqam ondan ibarət oldu ki, bu üç tərəfli bəyanatın müddəti. Çünki ilkin olaraq təklif ondan ibarət bunun müddəti olmasın. Və bu qəbul olundu və burada ikinci bir məsələ. Həm müddət və müddətdən sonra onun gələcəkdə uzadılmaması mexanizmi. Перейдем к подписанию. Yadınızdadırsa, orada çox, yəni başqa tərəflərdən asılı olmayaraq, istənilən bir tərəfin müraciəti əsasında bunun növbəti 5 illik dövr üçün uzadılmaması barədə qərar qəbul edə bilər. Yəni tərəflərdən biri öz mövqeyini ortaya qoyursa, bu deməli 5 ildən sonra artıq uzadılmayacaq. Yəni bununla bu üç tərəfli bəyanatın müddətli olmasının əsası qoyuldu və bunun uzadılmamasının da çox ciddi bir hüquqi zəmini. Bu konkret forması var. Bəli, təmin edildi. Благодарю вас, Михаил Геннадьевич. Спасибо большое, Владимир Владимирович. Növbəti bir məsələ, çox prinsipial bir məqam. Rusiya sülh məramlarının əraziyə daxil olmaları ilə erməni silahlı qüvvələrin çıxarılmasının paralel həyata keçirilməsi. Və orada istifadə edilən terminologiya, yəni orada söhbət getmirdi ki, Ermənistan silahlı qüvvələri, Ermənistan Respublikasının erməni silahlı qüvvələri ki, sabahları bizə qarşı bu arqument istifadə ola bilməsin ki, bu söz oyunu. Çünki biz bunu hər zaman köhnə dövrlərdə bu biz deyilik, bu onlar deyil, bu bizik. Yəni bu yollardan biz erməni silahlı qüvvələri və bu bizə növbəti dövrdə 2020-23-cü illə bizim əlimizdə düzdür, ermənilər onu yerinə yetirmədilər və ya tam yerinə yetirmədilər. Ancaq bu da bizim əlimizdə, düşünən ki, bu barədə danışmaq imkanımız olar, çox ciddi bir arqumenti çevirdi. Biz ondan hər yerdə istifadə edirdik ki, üç tərəfli bəyanat pozulur, pozulmaqda davam edir. Siz bununla bağlı öhdəlik götürmüsünüz. 4-cü maddə yazılıb Rusiya sülh məramlı qüvvələrinin yerləşməsi ilə paralel olaraq erməni silahlı qüvvələrinin çıxarılması məqamı bu olduqca önəmli bir mövzu idi. Rusiya sülh məramlarının dəqiq sayının göstərilməsi, hansı silaha sahib olma hüquqlarının olması orada
Çox konkret şəkildə söhbət yüngül silahlardan yalnız gedirdi. Azərbaycanın ümumilikdə kommunikasiyalar barədə mövzu və ayrıca olaraq Azərbaycanın qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin olunması. Demək olar ki, bir günlük intensiv danışıqlar nəticəsində əldə olunan, hasil olunan bu nəticədir. Hansı ki, bizə də yəni bunu geniş formada interpretasiya etməyə imkan verdi və yenə də monitorinq mərkəzi. Monitorinq mərkəzinin Qarabağda təsis edilməsi hamı həmin o gün bunu bilirdi ki, söhbət Türkiyə-Rusiya monitorinq mərkəzindən gedir. Hamı bunu başa düşürdü, qəbul edirdi, bu danışılmışdı. Sadəcə olaraq bu mövzu ilə bağlı da məhz sənədin özündə bunun Türkiyə-Rusiya monitorinq mərkəzi kimi deyil, monitorinq mərkəzi kimi deyilməsi ancaq razılaşma da ondan ibarətdir ki, bir gün ərzində artıq Rusiya ilə Türkiyə arasında bununla bağlı saziş olacaq. Bu razılıq da orada əldə edildi. Laçın koridorunun eni məsələsi. Laçın koridoru mövzusu bu 10 illiklər ərzində müzakirə olunan, bu danışıqlar prosesinin ən vacib elementlərindən biri idi. Və Laçın koridorunun müzakirəsi barədə, eni barədə danışarkən hər zaman müzakirə masasında olan xeyli daha geniş bir ərazi götürülürdü. Yəni, Laçın koridorunun nəticə etibarilə eninin 5 kilometr kimi müəyyən edilməsi, bu ilkin təklifin dəfələrlə azaldılması deməkdir. Yəni, bu da daraldı. Və növbəti vacib məqam ondan ibarətdir ki, qısa müddət ərzində alternativ yolun tikilməsi və Laçın şəhərinin geri qaytarılması. Bu da həmin o sənədə daxil edildi, hansı ki, həmin o hərəkətlərin və Laçın şəhərinin 2022-ci ildə qaytarılması təmin edilir. Bəli, qaytarılmasını təmin edilən məqamların hamısının əsası üç tərəfli bəyanatda qoyuldu. Bir məqamı da qeyd etmək lazımdır. Başa düşürük. O günlər hamımızın yaxşı yadımızdadır. Birincisi, yəni Azərbaycan vətəndaşının, Azərbaycan hər bir insanının daxilində də bəlli bir narahatçılıq var idi. Axı biz qalib gəlirdik. Nəyə görə bu başa çatdırmadıq? Azərbaycan bayrağı Xankəndidə ucalması. Ancaq sonraki proseslər bunu göstərdi ki, bu yeganə düzgün qərar idi o məqamda. Bunu həmin gün, həmin məqamda təbii ki, tam aydın şəkildə görən məhz cənab prezident idi. Mən onu da gizlətmək istəmirəm. Mən desəm ki, bilirsiniz, biz hamımız 100% əmin idik. Elə biz düşündüyümüz, planlaşdırdığımız kimi də hər şey baş verəcək. Yox, hər birimizdə də bəlli bir narahatçılıq var, təbii ki. Ancaq mən tam səmiyyətimlə deyirəm və daxili çoxsaylı müzakirələrimiz olmuşdur. Ancaq bu tərəddüdü, zərrə qədər də olsa tərəddüdü ki, bəs hər şey yaxşı olacaq, biz istədiyimiz kimi olacaq, biz hər şeyə nail olacağıq. Bax, bu hissi zərrə də qədər olsa tərəddüdü heç bir müzakirələrimizdə cənab prezidentlə biz hiss etmədik. Bizim uğurlu əməliyyatımız artıq böyük nəticələrə gətirib çıxardı. Və nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yəni, bu adam o qədər əmin idi. O qədər arxain idi. Və bu əminlik və arxainlik istər-istəməz bütün ətrafda olan insanlara da keçirdi. Ancaq həmin məqam, bu qərarın qəbul olunması tam əminliklə demək olar ki, bu bizi böyük risklərdən sığortaladı. Bu bizi böyük potensial fəlakətlərdən sığortaladı. Gəlin bir dəqiqə, mən başqa məqamlara demirəm, yalnız bir neçə mövcud ssenari. Birinci məsələ ondan ibarətdir ki, bəli, erməni ordusu zəifləmişdir. Bəli, bizim ordumuzun tam üstünlüyü var idi. Ancaq eyni zamanda bu artıq noyabr ayıdır. Təsəvvür edin ki, mən elə Ağdam istiqamətini qoyuram kənara. Orada daha çox ağır minalanmış istiqamət. Ağdam istiqamətini hətta deyək ki, bir dəqiqəlik kənara qoysaq. Kəlbəcər, Laçın. Biz oranı, iqlimini, coğrafiyasını, yollarını hamımız bilirik. Bu bilavasitə Ermənistan ərazisi ilə həmsərhəd ərazilərdir.
oranın müdafiəsini təşkil etməkdə elə bilavasitə Ermənistan ərazisindən etmək olar. Və sən ona cavab verməli olsan, sən Ermənistan ərazisini vurmalısan. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. 2020-ci il, yəni bunun hamısına. Bunun riskləri var idi. Nə qədər biz əlavə itkilər verəcəkdik. Bu məsələnin hərbi tərəfi, bu məsələnin, yenə deyirəm, insan potensialı baxımından nə qədər bizə problem yaradacaqdı. İkinci bir məsələ, siz təsəvvür edin ki, məsələn, biz nail olduq, getdik, deyək ki, sülh məramlara razılıq vermədik. Mən nəzəri olaraq bunu danışıram. Siz təsəvvür edirsiniz, hansı ittihamlar bütün dünya tərəfindən bizim üzərimizə gedəcəkdir? Etnik təmizləmə, soyqırım, orada hansı bir təxribatlar baş verəcəkdir? Təxribatları kimlərsə özləri təşkil edəcəkdir. Üçüncü tərəf yoxdur. O qədər təhlükəli ssenarilərdən bu razılaşma bizi sığortaladı ki, həqiqətən sonraki hadisələr də onu göstərdi ki, bu məqamda yeganə düzgün, yeganə dəqiq bir qərar idi. O faktı da unutmaq mümkün deyil və müqavilə üzrə çox qızğın iş gedir. Artıq axşam saatlarıdır və yekunlaşma üzrə işlər gedir. Səhərdən başlayıb çox saylı təmaslar dəyişir, prezident zəng edir, təlimatlarını verir, biz mətn üzərində çalışırıq. Rusiya Çini ilə əlaqədə onu göndəririk və artıq axşam saatları idi. Bu otaqda mətn üzərində oturmuşam, nazir müavini Fahir Rzayev kompüterin qarşısında düzəlişləri edir və hökumət telefonuna zəng gəldi. Mən telefonu götürdüm. Bizim hava qüvvələrinin komandanı Ramiz Tahirov zəng etdi həmin dövr. Mən telefonu götürdüm. Dedi ki, cənab nazirin, yəni Zakir Həsənovun xəbəri var. Ancaq onun da mən başa düşürəm ki, həmin məqam çox saylı tapşırıqları var idi. Çünki bu artıq 9-undan 10-una keçən, yəni bunu elan etmək deyil, bunu təşkil etməlisən. Sən hərbi əməliyyatlar gedir, bunu dayandırmaq, yəni sözdə asandır. Ancaq bunu təşkil etmək bu tamamilə fərqli və Müdafiə naziri də bu işlərin üzərində durub və dedi ki, bəs cənab nazirin də xəbəri var və onun tapşırığına sizə zəng edirəm. Bir hadisə baş verib. Nə hadisə? Bəs Naxçıvan istiqamətində uçan bir helikopter tərəfimizdən vurulub. İlk növbədə məlumat daxil olanda başa düşdüm. Bəli, belə bir yaxşı xəbər deyil. Ancaq müharibə gedir. Hələ ki müharibə dayanmayıb, helikopter vurulub, prinsipi bu baş verən hadisədir. Dedi ki, bizim sərhədimizə yaxın ərazidə Ermənistan üzərində baş verib. Yenə də bu məlumat tam təsəvvür yaradır. Çünki artıq biz bilirik ki, bizə təhdid yaradan bir sıra hallarda Ermənistan ərazisində S-300-lər də vurulmuşdu. Yəni bu birinci deyildi ki, deyim ki, keçim. Peki, məlumatlar yavaş-yavaş daxil olmağa başlayır ki, bəs helikopter Rusiya hərbi bazasına aiddir. Bu Rusiya helikopteridir və pilotlar da Rusiya vətəndaşlarıdır. Bu təbii ki, bu problemdir. Bu ciddi bir məsələdir və bu məsələnin cənab prezidentə məruzə edilməsi. Dərhal telefon zəngi istədi. Cənab prezidentlə danışma növbətdə bu mövzu ilə bağlı 7 dəqiqə çəkdi. 7 dəqiqədən sonra indi kimi yadındadır. Cənab prezidentlə əlaqəyə çıxmaq imkanı oldu. Cənab prezidentin artıq xəbəri var idi. Mən burada cənab prezidentin reaksiyasını demək istəyirəm. Yəni cənab prezident o məlumatı ondan ola bilsin ki, 1 dəqiqə, 2 dəqiqə əvvəl əldə etmişdir. Müxtəlif potensial fikirlər ola bilərdi. Hərbçilər tərəfindən də bunu araşdıraq, edək, tələsməyək və s. Cənab prezident dərhal dedi ki, bəli, xəbərim var. Siz bununla bağlı açıqlama hazırlayın və həmin açıqlama üstündən bir 30-40 dəqiqədən sonra çıxdı. Artıq bu hər yerdə var, hər kəs onu... Açıqlamada olan tezislərin ardıcıllığı da cənab prezident tərəfindən deyilən həmin o ardıcıllığa uyğundur. Hadisənin gətirən səbəblər,
hərbi əməliyyatların davam edən dövrü, həmin marşrutla heç vaxt helikopter hərəkət etməməsi, faciəvi təsadüf, üzrxahlıq, kompensasiya və s. Biz bunu verəndə Rusiya tərəfindən heç bir məlumat getməmişdir ümumiyyətlə helikopterin vurulması. Heç xəbərləri yox. Ola bilsin ki, bazada xəbərləri vardı, ola bilsin ki, özləri araşdırıldı, bazada təbii ki, xəbərləri vardı. Ancaq bir Rusiya mediasında ümumilikdə belə bir hadisənin baş verməsi ilə bağlı işin çıxmadı. Azərbaycan Xarici İşlər Naziri, Azərbaycan Dövlət adından artıq bundan bağlı heç bir vaxt uzatmadan, heç bir əlavə, belə demək olarsa, oyun oynamadan məsələni izah etdi, üzrxahlığını da etdi, başsağlığı dirəklərini bildirdi, kompensasiya hazırlığını da elan etdi. Yəni mən bunu nəyə görə qeyd etmək istəyirəm ki, bir tərəfdən bu həmin o günlərin tarixidir. Həm də Azərbaycanın davranışıdır. Karabağ – это Azərbaycan и восклицательный знак. Baxmayaraq ki, biz görüşə razılıq verməmişdik və bu görüş baş tutmadı. Cenevrədə danışıqlar gedən otelə gələndə, onlar orada oturmuşlar foyedə, ümidləri var desə ki, nətərsə bu danışıqlar prosesinin tərkib hissəsi olacaq. Biz buna imkan vermədik.